Dünən baş verən dəhşətli yanğını əminəm ki, hamınız görmüsünüz. Yanan obyektdən əlavə orada 5 maşın kül olub. O maşınların yandığı görüntüləri göstərir. O yanğını təzə-təzə söndürmüşdü ki, bugün başqa bir yerdə yanğın çıxıb. Ambarda baş verən yanğına siz də baxın. İlkin məlumata görə yanğının şiddətlənməsinə səbəb kompüter avadanlıqlarının yanmasıdır. Bu da onu göstərir ki, böyük ehtimal qısa qapanma olub. Qabaqdan yay gəlir, istidən yaranan yanğın təhlükəsinə hazır olmaq lazımdır. İndi deyəcəksiniz ki, isti necə yanğın yarada bilər? İzah edirəm, havalar isti olanda bütün evlərdə kondisioner işləyir. Obyektlərdə soyuducular işləyir. Belə olduğu halda işıq blokları gücə düşüb partlaya bilir. Bu da müxtəlif yanğınlara səbəb ola bilər. Bir də onu deyim ki, qışda yay gəlsin deyənlər. Ağcaqanadlar da gəlir, xəbəriniz olsun. Gecə rahat yatmaq üçün indidən pəncərələrinizə tor vurun. Amma hələ ki yayı var. Gəlin sizə başqa xəbər danışım. Bakıda əsgərlikdən yaymağın maraqlı bir üsulu ortaya çıxıb. Deməli, talisemiya xəstəliyindən əziyyət çəkən laborant əsgərlikdən yaymaq istəyən adamların qan testini öz qanı ilə əvəz edirmiş. Nəticədə o adamlar talisemiya xəstəsindən əziyyət çəkən kimi görünürdü. İstintaqdan məlum olub ki, Süleyman Qubadlı adlı şəxs 2022-2023-cü illərdə 9 nəfərdən 2500-7500 manat aralığı pul alıb. O 2500 kimsə tanışlıqla ona keçib. Başqa 3 nəfərdən də pensiya düzəltmək adı ilə pul alıb. Yeganə adam ola bilər ki, öz xəstəliyini öz xeyrinə çevirib. Amma bu fırıldağı çox davam etməyib. Bakı-Tehran tibb mərkəzində hazırladığı saxta sənədlərin üstü açılıb. Süleyman deyir ki, aldığım pullarla maşınlar icarəyə götürürdüm. Belə şəxsi əyləncəm ilə məşğul oldum. İndi bu əməlinə görə o 1 il 6 ay azadlıqdan məhrum edilib. Digər köməkçilərinə də şərti cəza verilib. Əsgərliyə getməmək üçün hər şey görmüşdüm, bunu görməmişdim, bunu da görmüş oldum. Yadıma gəlir ki, bir mif var idi o vaxtda. Göyə kimsə əsgərlikdən yaymaq üçün laboratoriyada olan öz testini bir xanımın testi ilə dəyişib. Nəticədə də ortaya çıxmışdı ki, bu kişi hamilədir. İndi bilmirəm bu hadisə həqiqəti nə qədər əks etdirir. Amma Azərbaycanda olmayacaq bir şey deyil. Ölkədə digər baş vermiş hadisə 2 yaşlı uşağın qaçırılmasıdır. Ağstafanın Göyçəli kəndində keçirilən toyda 2 yaşlı uşaq yoxa çıxıb. Əvvəl elə biliblər ki, uşaq arxa düşüb. Sonra da məlum olub ki, yox, uşağı qaçırıblar. Qaçırılan da kim olsa yaxşıdır. 1-ci Qarabağ müharibəsi qazisi Telman Ömərov. Uşağa pul vermək adı ilə özünə çəkib maşına qoyub qaçıb. Uşağın dalınca gedən valideynlərin üstünə də it buraxıbmış. Polis tərəfindən saxlanılan Telman məlum olub ki, içkili olub. Bax, buna deyirlər ki, içə bilmirsən, içmə də. Yox, əslində bunun içmə ilə heç bir əlaqəsi yoxdur. Ölkədə minlərlə içən adam var. İçib dava salanı, yeriyə bilməyəni, deyib güləni başa düşmək olar. Amma gedib da uşaq oğramaq konkret bir fikirdir. İçib dava salan adamın planı olmur. O sadəcə özünü apara bilmir. Amma adam oğurlamaq yetəri qədər ciddi bir düşüncənin məhsuludur. Yaxşı ki, vaxtında aşkarlanıb və uşağı ailəsinə qaytarıblar. Tək ki, övladlarımıza heç nə olmaz. Mən də ancaq tikinti-söküntü problemlərindən danışım, eybi yox. Sizə bir məhəllə göstərəcəm. Onlar tikintidə yeni bir level atlayıblar. Sosial şəbəkələrdə sürətlə yayılan bu 4 mərtəbəli binanın nə qədər artırıldığına baxın. Rəsmən eyvanın 2 dənə artıq eyvanı var. Ağ olan hissə binanın orijinal hissəsidir. Onun qabağının nə qədər artdığına baxın. Rəsmən qonşular açıb yeni bir bina tikiblər. Əvvəl mənim qaldığım yerdən maşınlar keçirdi. Sonra mən buranı ev edib bitişdirdim binamıza. Əlimə biraz da imkan düşsün, evin qabağını ələtə kimi uzadacam. Yəni bilin də əvvəl buradan maşın keçirdi, indi yemək pişiririk. Dünyanı belə tutub hara gedəcəyi bilmirəm. Xatırladım ki, evinizin ölçüsündən asılı olmayaraq bütün məzarların daxili ölçüsü eynidir.